Dostlar, hamıya salam. Sizinlə bugün Nanul ASMR'dir və burada kartof kotletlə məni dünən rəylərdə istəmişdilər. Burada sweet chili sosumuz və mənim sevdiyim salatlardan biri. Bilmirəm, sevirəm. Burada xiyardır, qatıqdır və nanədir və duz. Və burada bizim göyərtiyimiz və burada uludağ deyirlər ki, Fantaya oxşur. Hoppa. Bəli, çox Fantaya oxşur. Çox. Qazı azdır, elə bil ki. Sweet chiliyə batıraq. Bu günləri əhval-ruhiyyəm o qədər də yoxdur. Nəyə görə? Çünki anamda ayaqda şpora tapıblar. 10 günlük işdən icazə alıb. Axırı necə olacaq bilmirəm. Yəni çox narahatam. İndi deyəcəklər, narahatsan mukbang çəkirsən. Anam başa düşür ki, bu kontenti mən saat 5-də gedib çəkirəm ancaq. Anam yedi dərmanları içdi. Mən də rahat otururam, çəkirəm indi. Çox dadadım. Mənə dedilər ki, nə qədər rəy oxudum, biriləri yazdı, göp də olsa maraqlıdır. Nə göpdə? Mən doğrudan da başa düşmürəm. Mən bu qədər mi yalançı insanam? Uydururam oturduğum yerdə. Səbəblər nədir də? Baxışların yığımı. Sizcə mən başa düşmürəm ki, 10 ildən sonra, 7 ildən sonra mən çox çəkmək fikrim var video. Məndən nəyisə sorsalar, insan yalan danışırsa yadında qalmır. Nə yalan danışıb? Və ancaq düzün danışıram. Psixologiyanı bilən insan, onlar bilirlər ki, əgər insan fikrə gedirsə və başlayır yada salmağa, deməli o həqiqətən həyatda olub. Mən yada salıram. Çünki 7-8 ilin söhbətidir. Hətta çox şeylərdə demirəm, əmin olun. Çünki mənim yadımda deyil. Deməli, gəlin part 2-də çəkim, deyim sizə bir dəfəlik. Çox dadlıdır. Mənə dedilər ki, bəs onun valideynləri necə razı olmuşdu ki, hansısa bir xanıma üzük taxıb. Onlar özləri bilirsiniz, indi mən başa düşürəm. Bilirsiniz necə ailə idilər. Onlar Bakıda qalmaq istəyirdilər. Nəysə edib Bakıda qalmalıydılar onlar. Və onlar oğlundan istifadə edirdilər. Oğlu bunu edirdi, onlar qəbul edirdi. Mən özüm şokdaydım. Mən elə bilirdim valideynləri bilmir. O xala mənə dedi ki, mən çoxlar deyir, xala niyə deyirsən, sənin də 40 yaşın olacaq. Sən ona xanım deməlisən. Üzr istəyirəm. Bütün xanımlara hörmətim var. Mən anama hətta 67-ci ildən də xanım deyirəm. O insanlara mənim dilim çönməz xanım deməyə. Hər ikisinin əri var idi. Hər ikisinin övladları var idi. Hansı istəklə mən ona deməliyəm xanım?
O xanım da. Yazanda düşünün mən bunu niyə deyirəm. Üstümə elə xanım gəldi orada ki, hala sənin də yaşın 40 olacaq. Birazdan hələ 30'dur. Belə də məni acındırmaq istəyir. Axırıncı neyronlarımı başımda yandır. Bax niyə deyirəm. Mən özüm də şokdaydım ki, onun valideynləri bilirdi. O xala mənə dedi ki, o valideynləri mənə qarşıladı. Deməli səni sevmirdi. O mənim valideynləri ilə tanış edib. Mən deyirəm bizdə də Harry var idi. Bizdə də ailəli ilə tanışlıq olub. Özü bizdə qarşılıqlı. O xalanın hələ xəbəri yox idi. Mən sonradan yazmırdım. O mənə yazırdı. O deyirdi ki, mən səni sevirəm. Belə elə. O da xanım pulluydu. Sadəcə o məcburiyyətdir. İş falan. O xalaların birinə özünə Range Rover aldırıb. Ağ rəngində. O deyirdim, padruqalarım onun maşınına minmişdi. Onun heç nəyi yox idi. Yəni, bilib bilmədən danışmayın. İndi deyəcəklər, yalan. Valla o qədər təslim tutur. Şəkilləri göstərərəm, amma eləmərəm. Onu eləmək mümkün deyil. Spamlanacağım sırasıca. Onların şəkillərindən, hər şeydən istifadə elədiyimə görə. Ona görə görürsünüz, Belarusiya deyirəm, şəhəri belə demirəm. O xanımın yoldaşına mən çıxmışdım. Mən yoldaşına demişdim ki, o sənə xəyanət eləyir. Onun əri bilirdi. Onlardan necə başa düşdüm, həm əri xəyanət eləyirdi, həm o. Rahat həyat yaşayırdılar. Uşaqlıqdan bir yerdə idilər. O xanım mənə sonra, xala ona sonra mənə dedi. Məktəb illərindən bir yerdə idilər. Ona görə yorulublar bir-birlərinə. Dəhşət müasir idilər. Əli buna göz yumurdu. Bu da arvadına göz yumurdu. Yəni belə. Və onlar gəlmişdilər bura. Mənə şəkilləri atırdılar. Bakıya, İsmail'ya, o xalanı aparıb gəzdirirdi. Ki Bakı gör nə gözəldir. O xala da sonra mənə şəkillər atırdı, bax. Mənlə gəzir. Bilmirsiniz, danışmayın. Yaxında da bir dənə qız var idi. Adını deməyəcəm. Mən də TikTok'da Belarusiya şəhərin adını hətta deyəsən demişdim. Burada demirəm amma. Ki modellikdə iştirak eləyir. Belə elə. Canlıda da bir dəfə çaşıb adını demişəm. Oğlan. Qız da eşidib onu. Mənə yazıb ki, sənə də pula aldadıb o. Yəni yaxında olmuş deyə bir neçə ay söhbəti. Deyir, o böyük məbləğdə məndən pul götürüb və qaytarmayıb. Mən onu axtarıram. Onu orqanlara verməyə. Deyir, birləşir gedək. Mən buna qarışmaq istəmirdim. Mən pula heç kim aldadmayıb. Mən yalandan orada nə deyəcəm? Mən dedim ki, mən 7 ilin söhbətidir. Mən ora girmək istəmirəm təzədən. Həm düzü ki, üzr istəyirəm, sizi narahat edirəm. Mən Instagramda yazmışdım.
Ona görə insana yalançı deməmişdən qabaq oturun fikirləşin. Mənim də ailəm var. Onlar da bunu bilir. Mən kamera arxasında niyə oturup yalanlar deyim? Səbəb nədir də? Bunun kefi nədir? Fakt ki, bu belə olub. Və mən qarışmıram. İstəmirəm. Özümü yenə bu iyrənclikdən bulamaq istəmirəm ona görə. Özü də mənə yazmışdı. Əmən hərəfədə idi. Xanım yazdığı hərəfədə idi. Onu da mən gələn dəfə istəsəz danışaram. Bezmişəm. Yalandı, yalandı. Nə yalandı? Nə deyirəm ki mən orada? Həqiqətən. Adam yorulur. Uşaqlar, çox sağ olun ki, məndən idi. Sizlə Nanul ASMR idi. Burada mənim köhnə videom olacaq. Baxa bilərsiniz. Takip atın, uşaqlar, like eləyin, mən davam eləyim. Və burada mənim loqom duracaq. Orada basıb mənə takip ata bilərsiniz. Sabaha dəyər, əzizlərim.